Demek. Ana arımız buradadır. Elini tutmak lazımdır. Bismillah. Demek. Bu artık 19 çerçeveli bir ailedir. Qadan çerçevelerle. Artık burada yer yoktur bu pətəkdə. Və ana arını izolyasiya etməyin əsl vaxtıdır. Bugün may 10 may 2026 il. Deməli, nə edirik? Ana arını saldıq izolyatora. Uçuş bacasının yaxınlığında bir yer açırıq. Bu süzülmüş şandır. Ötən ildən qalmış. Bir balaca bunu su ilə yuduq. Demək, göz ölçəmizi yerləşdiririk bu izolyatora. Bax bu qaydada. Yoxsa beçəyə meyllənə bilər. Yerləşdirdik. Burada bir çərçivəmiz yerləşmir. Bunu da inşallah verərik digər pətəyə. Burada çünki yeni şandır. Burada deformasiyalar çox olub. Erkək yumurtalar qoyub ana arı burada. Erkək sürfələr var. Ona görə bunu qoyarıq digər pətəyə. Arısını silkələyirik. Assalam. Bir həftədən sonra deməli burada açıq sürfələr olan ramkalarda ana üsküyləri quracaqlarsa, bax o üsküylər mütləq yoxlanmalıdır, təmizlənməlidir və tam arxayın 25 gündən sonra may balı süzəndən sonra ana arını izolyatordan azad edirik. Varroadan da ailəni təmizləmiş oluruq dostlar. Elə. Əssalam.